Hər kəsə salamlar. Yeni videomuza xoş gəldiniz. Arxamda gördüyünüz bu mağazada hər şey 1 dollaradır. Bakıdakı hər şey 1 manata yazılan mağazalardakı kimi deyil bura. Burada nə alsanız, hər şey 1 dollar, səfərimizə 25 sentdən olacaqdır. Bizdə məsələn Bakıda biz bir dəfə getdik. Orada xatırlayıram ki, 1 manata yazılan şeyləri kassaya aparanda artıq 2 manat, 3 manat, 4 manat olduğunu deyildilər. Amma burada elə bir şey yoxdur. Aldığınız hər şey burada cəmi 1 dollardan hesablanacaqdır. Və indi sizinlə içəri daxil olub burada nələr satıldığını göstərəcəm. Videoya başlamadan öncə isə sizə kanalıma abunə olmağı və bu videonu bəyənməyi təklif edirəm. Çünki bu kanalda siz çoxlu Amerika həyatı haqqında şeylər öyrənəcəksiniz. Aldığımız şeyləri bunlara yığacağıq və başlayaq seçməyə görə nələr var burada. Videonun başında dediyim kimi burada nə alsaq 1 dollar 25 sentdir. Bax gördüyünüz bu qaşıqlar, plasmas qaşıqlar 1 dollar 25 sent. Bu taxta qaşıqlar 1 dollar 25 sent. Bu pizza borbeyan, sonra plasmas qaşıqlar. Hər şey bir sözlə 1 dollar 25 sentədir. Hər kəsə salam. Bunlar çox yaxşı dəsmallardır. Yəni keçən almışdım, belə birini götürürəm. Dollar Tree'də bax beləcə gördüyünüz qablar var. Bu qablar, konteynerlərin hamısı da 1 dollaradır. Bizə belə bir dənəsi lazım idi və gəlmişkən deyirəm bundan da bir dənəsini alaq. Cəmi 1 dollar 25 sentə. Və əsas məsələ odur ki, ölçüsündən asılı olmayaraq 1 dollar 25 sentdir. Çox yekə bir qabda götürə bilərsiniz, ən balacasını da götürə bilərsiniz. Bu 1 dollar 25 sentdir. Yəni keyfiyyət də çox yaxşıdır. Hər bir şey içinə qoya bilərsiniz. Salatlar və yaxud da ki, artıq qalmış yeməkləri, yəni çox yaxşıdır. Keçən dəfə Walmartdan 6 dollara zibil paketləri beləcə aldıq. Həmin zibil paketləri elə birinci elə qaba salan kimi başlayırlar cırılmağa. Amma bu Dollar Tree'də olan bu gördüyünüz 1 dollar 25 sentlik zibil paketləri isə daha dözümlüdür. Həqiqətən insan burada nə seçəcəyini bilmir. Çünki qiymətlər hamısı standart olduğu üçün 1 dollar 25 sent. Hər bir məhsul ona cəlb edici gəlir. 1 dollar 25 sent Azərbaycan manatına çevirəndə 2 manat edir təxminən və bu cür şeyləri heç Bakıda 2 manata tapmaq çətin məsələdir. Gördüyünüz bu stəkanlar 2 manatdır. Çox ağırdır, həm də çox gözəldir. Yetim doyuzduran stəkanlar deyirlər buna. Yəni içində konkret 1 litrə qədər çay süzmək olur. Ne kadar komik ya. Bu da cəmi 1 dollar 25 sent. Gördüyünüz kimi böyüklər və uşaqlar üçün də beləcə kokteyl qabları var. İçlərinə su və yaxud da kokteyllərinizi dökə bilərsiniz. Onun da qiyməti cəmi 1 dollar 25 sentdir. Polkalara baxsanız görərsiniz ki, çoxu boşdur. Çünki insanlar burada həqiqətən mal qalmağa imkan vermirlər. Elə polkaya təzə bir məhsul gələn kimi hamısını alırlar. Burada da müəyyən soklar, ərzaqlar, qida falan var və bunların da hər biri 1 dollar 25 sent. Yəni belə stəkan götürdüm, çox keyfiyyətlidir. Kofe falan içəndə, soyuq kofe falan içəndə istifadə etmək üçün. Belə yaşıl çaylar var. Təbii ki, keyfiyyət cəhətdən bunlara deyə bilmərəm necədirlər, yoxlamamışam. Amma bunlar da 1 dollar 25 sentdəndir. Belə maraqlı içkilər də var burada. Çəkirəmsə, bu da bir kofe növünə oxşuyur. Bu da 1 dollar 25 sent. Beləcə kofelər var. Vanilyalı ground coffee. Daha sonra kofelər belə yenə gəlir. Beləcə, bilmirəm nədir, amma bu da 1 dollar 25 sentdir. Ədviyyatlar var burada. Bu, səhvdirəmsə, oreganodur. Oregano burada marketlərdə ən azı 6-7 dollardır, amma burada 1 dollar cəmi. Sonra belə makaronlar var, paçka makaronlar. Bunlar da burada 1 dollar 25 sentdən verirlər. Bunlar amma Walmartda hər biri 4-5 dollar arası dəyişir qiyməti. Təbii ki, firma söhbəti var burada, amma ki, bunlar da yəni çox tamlı və ləzzətlidir deyilənə görə. Hər kəs Amerikalıların bir çoxu ilə gəlib buradan alış-veriş edir. Gündəlik kofenin yanında yeməyə maraqlı belə snəklər var. Hamısında tarixi təzədir. Əgər o beləcə zərərli şeyləri sevən biri olsaydım, soçmaq ki, mən buradan çıxmazdım. Çünki bütün baxmışınlar 1 dollardır. Mən düşünürəm, Bakıda daha baha olardı belə şeylər. Axırıncı dəfə yadımdadır, çipsinin birini mən 2 manat nə qədər vermişdim Bakıda, bravodur. Amma burada yəni nə alsam 1 dollardan da özdə daha dadlıdır. Çünki
Amerikan məhsullarında keyfiyyət cəhətdən afiyet ola bilərsiniz. Heç bir problem yoxdur. Hər biri həddindən artıq ləzzətli və tamlıdır. Amerikada aptek məsələsi də Azərbaycandakı kimi deyil. Məsələn, bizdə hər bir küçənin başında aptek olsa da, Amerikada apteklərin bəziləri ancaq marketlərin içindədir. Yəni siz müəyyən şeyləri ancaq buralardan ala bilirsiniz. Təbii ki, ağır dərmanlar burada satılmır, əsasən profilaktik şeylər satılır. Amma o da yəni böyük bir şeydir. Çünki burada gördüyünüz bir çox şey apteklərdə daha baha olsa da, amma burada cəmi 1 dollardır. İdmanla məşğul olan vaxtı əzələ ağrılarım güclü olurdu. O vaxt yadımdadır. Bizim yaxın tanışımız mənə Amerikadan gətirilən əzələ ağrısı üçün krem vermişdi. Həmin bu kremə oxşuyurdu elə. Baxın, bu da burada cəmi 1 dollardır. Amma Bakıda mən əzələ ağrısı üçün olan krem vasitələrini ən azı 10 manat üzəri alırdım. Burada çox keyfiyyətli olmasa da, yəni gündəlik makyaj üçün beləcə makyaj vasitələri də tapmaq mümkündür. Beləcə burada laklar var, müxtəlif rənglərdə. Beləcə laklar var. Burada gördüyünüz hər bir şey 1 dollar 25 sentdir. Belə fırçalar falan var. Dırnaq sevərlər. Beləcə maraqlı tujlar var, tenlər var, bronzerlər. Hətta pulqablara qədər var. Beləcə maraqlı formalarda. Əziz izləyicim, səni bir neçə dəqiqəliyinə videodan ayıracağım. Çünki sənə demək istədiyim vacib bir şey var. İndi bəlkə ekrana baxıb deyirsən, gör necə maşını var, Amerika kimi yerdə yaşayır. Amma 6 il əvvəlki Rəsul belə değildi. O vaxt həyat mənim üçün çox çətin və ümidsiz görünürdü. Bəlkə sən də indi elə bir vəziyyətdəsən. Əgər elədirsən, sənə öz təcrübəmdən bir məsləhət vermək istəyirəm. Əgər bu gün pulsuzluqdan şikayət edirsənsə, iş tapa bilmirsənsə və ya maaşın azdırsa, yeni bir gəlir qapısı yaratmağın vaxtıdır. Bilirəm, bu asan səslənmir. Pul yoxdur axı, necə deyə düşünə bilərsən. Amma bax, sən bu anda mənim kurslarım vasitəsilə özünə yeni gəlir imkanları yarada bilərsən. Mənim YouTube və ChatGPT kurslarım artıq yüzlərlə insanın həyatını maddi baxımdan yaxşılaşdırıb. Təxminən 400 nəfər mənim YouTube kursumu, 200-dən çox insan ChatGPT kursumu alaraq əlavə və hətta pasiv gəlir qazanmağa başlayıb. Bu sənə əlavə gəlir yaradan kursların qiyməti isə bir çox insan üçün bir aylıq cib xərcliyi qədərdir. YouTube kursumu 189 AZN, ChatGPT kursumu isə 159 AZN ala bilərsən. Amma bununla kursların bitmir. Digər kurslarımla da səni tanış edim. Növbəti kurs arzularını gerçəkləşdir kursudur. Bu kurs sənə arzularının niyə reallaşmadığını göstərir və həmin səhvləri düzəltdikdən sonra məqsədlərinə daha yaxın olursan. Şuur altında səni geridə saxlayan blokları tapır və onları aradan qaldırmağı öyrənirsən. Ən əsası isə real metodlarla arzularına necə çatmalı olduğunun yolunu öyrənirsən. Bu kursun qiyməti isə 79 AZN-dir. Sonuncu kurs isə 12 həftəlik bədən transformasiyası kursudur. Bu kurs təkcə artıq çəkidən qurtulmağa yox, həm də sənin bədəninin və həyat tərzinin dəyişməsinə kömək edir. Çünki yadında saxla, öz bədəninə nəzarət etməyən insan çox vaxt həyatının digər sahələrində də zəif olur. Və sən heç görmüsənmi, həqiqətən varlı və uğurlu insanlar öz bədənlərinə laqeyd yanaşsınlar. Əksinə onlar öz bədənlərinə xüsusi diqqət edirlər və sağlam formada qalmağa çalışırlar. Bu kurs sənə də bunu öyrədir. Təkcə arıqlamaq yox, bədəni idarə etməyi və sağlam həyat tərzini formalaşdırmağı. Sən 3 ayda düzgün diyet və məşq proqramı ilə fit və sağlam bədən qura bilərsən. Bu kursda məqsəd sadəcə çəki itirmək deyil, pi faizini azaltmaq və bunu qalıcı etməkdir. Çünki proqram səndə sağlam vərdişlər formalaşdıracaq. Bu kursun qiyməti isə 89 AZN-dir. Ekranda indi 4 kursun ayrı-ayrılıqda qiymətini görürsən. Ətraflı məlumat üçün rasulasadi.com saytına daxil ola bilərsən. Sualların varsa Instagramda mənə də yaza bilərsən. Və əgər YouTube-dan gəldiyini desən, sənə 10% endirim edəcəyim alacağın hər hansısa bir kursa. 4 kursu birdən alanlara isə 25% endirim olunacaq. Sənə lazım olan tək şey başlamaqdır. Çünki həyatlarını yaxşıya doğru dəyişənlər, gözləyənlər yox, qərar verib hərəkət edən insanlardır. İndi videoya davam edə bilərsən. Beləcə təmizlik vasitələri də var burada. Bunlar qab yuyanlar, sonra evi təmizləmək üçün salfetkalar. Səhv etmirəmsə, bundan məndə də var bir dənə maşında. Bu, yəni beləcə içində salfetkalar da xüsusi xlor kimi bir şeylə isladılmış. Yəni bunlarla maşında nə qədər kirli olursa olsun bir yer, bir dənə aparan kimi elə hər bir şeyin kirini çıxardır. Amerikada bu tip təmizlik vasitələri həm ucuzdur, həm də çox keyfiyyətlidir. Yəni Kitay istehsalı olan, Çin istehsalı olan kimyəvi vasitələrdən buradan bir ara aldım mən. Heç biri yəni yaxşı təmizləmir. Amma Amerikanın öz məhsulu olan, yəni öz istehsalı olan bütün bu məhsullar amma çox keyfiyyətlidirlər.
Uşaqlar üçün də beləcə bir rayon var burada. Ümumiyyətlə burada hər bir yerdə bax beləcə rayonları ayırıblar və siz hansı yəni rayon sizin üçün maraqlıdırsa o rayona gəlib özünüz üçün $1.25-dən beləcə məhsullar ala bilirsiniz. Bütün bu şeylərin hamısı da yenidir, keyfiyyətlidir və üstəgəl də ucuzdur. Mənim saçlarım həssas olduğu üçün mən ancaq Head & Shoulders yəni saçımı yuya bilirəm, amma burada beləcə şampunlar da var $1.25-dən. Yəni bir çox Amerikalılar elə bunları alırsın. Onlar bizlər kimi Head & Shoulders və digər brendlərin həvəskarları deyirlər. Onlar əsasən beləcə gördüyünüz gündəlik istifadə üçün yararlı şeylərdən alırlar. Yəni ucuz, çox da baha olmayan və əslinə qalanda düz deyirlər. Çünki bütün bu şeylər yəni ucuz olması o demək deyil ki, keyfiyyətsizdir. Hamısı da çox keyfiyyətli və istifadə üçün çox əlverişli və yararlıdır. Amerikada heyvanlara qarşı güclü bir qayğı var. Yəni burada düzü mən sizə storylərimdə, Instagramda və TikTokda göstərməmişəm bunları. İnsanlar heyvanlara həddindən artıq qayğı göstərirlər. Hətta bəzən görürsən ki, uşaq koляskasında uşaq yerinə itləri gəzdirirlər. İtlərə qarşı, pişiklərə qarşı burada çoxlu yəni məhsullar satılır. İstəsəniz itlər üçün beləcə düzü bilmirəm bu nədir, yeməyə oxşar yeməli şeylər var. İtlər və pişiklər yoxdur burada ümumiyyətlə. Yəni çoxlu maraqlı şeylər tapa bilərsiniz. Ev heyvanlarını siz də sevirsinizsə, oyuncaqlar ola bilər. İt və pişiklər üçün ayaq altılar. Yəni bir sözlə burada heyvanlarla bağlı xüsusi mağazalar hətta var. Yəni gedib siz orada heyvanlara, öz heyvanlarınıza uyğun olaraq aksesuarlardan tutmuş qidaya qədər hər bir şeyi ala bilərsiniz. Burada gözümə belə bir şey sataşdı. Uşaqlıqda çox ki məncə oğlanların olsa bunlardan oynayırıq. Buna Türkçe misket yedik biz. Mesela adı nedir bilmiyorum. Şarikler. Yani böyle şişe şarikler. Onlardan burada da var. Ama burada deyəsə bunu akvaryumların bəzədilməsi üçün istifadə edirlər ya da ki hansısa başqa bir yerlərdə dekor vasitəsi kimi istifadə edirlər. Dediyim kimi $1.25 demək olar ki 2 manat pul edir və buradakı bu şeyləri görəndə başa düşürsən ki, Bakıda bu qiymətəsən, yəni belə şeylər ala bilməzsən. 2 manata artıq Bakıda bir şey tapmaq çətinləşir. Və bizdə marketlərdə bəzən belə bir şey olur ki, gedirsən, məhsulu götürürsən, kassaya dönəndə görürsən ki, tamam ayrı bir qiymət oldu. Amma burada Amerikada belə şeylərlə rastlaşmazsın. Çünki qiymətlər məhsul dəyişilirsə əgər o zaman yalnız dəyişilir. Nə yazılıbsa qiymətdə, çekdə də həmin qiymət olacaq və bu da adamı həqiqətən sevindirir. Arxamda bu oyuncaqları gördüm, xatırladım. Qızım təzə dünyaya gələndə onun üçün bir oyuncaq almaq istəmişdim. Elə təxmini 1 manata hər şey satılan bir mağaza kimi bir yerə daxil oldum. Yəni orada düşündüm ki, hər şey 1 manatda verir. 10'a yaxın oyuncaq seçdim və kassaya gələndə 10 manat əlimdə hazır gözləyirəm və gördüm ki, mənə hesab olaraq 10 yox, 14 manat deyildi. Yəni adı 1 manatlıq mağaza olsa da əslində 1 manatdan bəzi şeyləri 1 manatdan vermirdilər. Amma bu dollar tridə siz nə almanızdan asılı olmayaraq ürəyiniz rahatlıqla gedib kassada $1.25 ödəyəcəyi bilirsiniz. Çünki $1.25-dən baha burada heç nə yoxdur və məhsulların da əksəriyyəti yəni çox ucuzdur $1.25. Elə məhsullar var ki, hətta burada onu Walmartda $6, $7, $8 satılır. Təbii ki, başqa kampaniya adı altında, amma ki eyni yəni funksiyanı yerinə yetirir, eyni şeyi edir, amma qiyməti cəmi $1'dır. Belə maraqlı oyuncaqlar var uşaqlar üçün. Bizim qızımız qazmağı çox sevdiyi üçün, qumla oynadığı üçün belə bir şey götürürəm. Amma bunun qazmaq üçün olan çox balaca olduğu üçün bir dənə də belə bir şey götürəcəm. Maraqlıdır uşaqlar üçün. İndi bu polkaları boş görüb düşünəcəksiniz ki, yəqin Amerikada heç bir şey tapılmır. Amma əslində elə deyil. Bu gün bazar günüdür və bütün demək olar hər kəs gəlib hər şeyi alıbdır. Yəqin sabahdan bu polkaların hamısı yenidən dolu olacaqdır. Yəni Amerikada alıcılıq qüvvəsi çox yüksəkdir və insanlar bir şeyi almağa gələndə elə bizim kimi görün nə qədər artıq şey almışıq. Çoxlu fərqli şeylər də alırlar. Həm də qiymətlər sərfəlidir deyə insanlar pul dərdi çəkmirlər. Yəni bir şeyi alan zaman hər təbəqədən olan insanlar varlılar, kasıblar, hətta yəni homeless deyirlər burada, yəni ən belə küçədə qalan insanlar belə şeyləri gəlib ala bilirlər. Çünki çox ucuzdur. Bizdə çox populyar olmasa da, amma Amerikada özəl günlərdə, ad günlərində, atalar günü, analar günündə, yəni beləcə hədiyyənin yanında stikerlər yapışdırırlar, beləcə kartoçkalardır. Maraqlı, içinə not yazmaq üçün.
Kaliforniyada hava daima isti olur və hər kəs burada demək olar ki, beləcə ayaqqabı deyirlər, nə deyirlər, bilmirəm. Bunlar da gəzirlər, sandalik deyirəm mən bunlara. Və Amerikada bu sandaliklər çox satışı, yəni çox populyardır. Hər mağazada bunlardan görmək olur və qiymətləri də mən əvvəlki, yəni marketlərə gələndə görmüşdüm. Təxmini 4 dollardan başlayır, amma burada heç bu reyonu yəni görəndə şok oldum ki, 4-5 dollarlıq bu məhsulları bunlar 1 dollardan satır. Ben sana alaq bundan. Bunlar kepka xoşdur, bunlar məlik deyil. Səncə Bakıda bu qədər şeyə nə qədər pul verərdik? Azı bir 20-25 manat üzəri olardı. Amma iş orasıdır ki, Bakıda aldığın şeylər çox güman ki, bu keyfiyyətdə olmayacaqdır. Yəni, əgər keyfiyyət cəhətdən danışsaq, yəni bu şeyləri biz Bakıda məncə ən azı 40 manat üzəri alardıq. Bakıda ticarət mərkəzlərində və yaxud da digər yerlərdə 10 manat üzəri satılan həmin bu açkilər burada 1 dollar 25 sentdir. Baxın, bu 2 sumka gördüyünüz şeylərə cəmi 27 dollar pul ödədim. Yəni Amerikada siz əgər bu boyda şeyi başqa bir marketdən alsaydınız, ən azı 55-60 dollarlıq yəni alış-veriş etmiş olacaqdınız. Amma Dollar Tree'də aldığınız bu 2 sumka şeylərə cəmi 27 dollar pul ödəyirsiniz. Dollar Tree burada orta təbəqənin əsasən alış-veriş etdiyi bir marketdir və Amerikada ən çox filial olan bəlkə də market şəbəkəsi budur. Siz də Amerikaya gələndə ilk başlarda, yəni əgər çox pul xərcləmək istəmirsinizsə, Dollar Tree-dən rahatlıqla alış-veriş edə bilərsiniz. Yəni heç düşünməyin ki, buradan nəsə almaq ayıbdır və yaxud da buradan nəsə almaq düzgün deyil. Buradakı məhsullar və yaxud da keyfiyyətsizdir. Hər şey çox keyfiyyətlidir. Bir videomuzun da sonuna gəldik. Əgər videonu bəyəndinizsə, zəhmət olursa videoya like atmağı və kanala da abunə olmağı unutmayın. Bəs Bakıda siz nə qədər alış-verişə pul xərcləyirsiniz, zəhmət olmasa kommentlərdə onları qeyd edin. Bu günlük bu qədər. Növbəti videolarda görüşənə qədər. Hələlik.